Xəzər Radio. Birinci şou efirdə. Proqramın xüsusi sponsoru Sibriz. Sponsorlar Bank VTB Azərbaycan, Kastrol yağları, Bravo Supermarketlər şəbəkəsi, Emon Elektron pul qabı. Bugün qonağımız var. Bəli, qonağımız var. Sabahınız xeyir olsun. Bir qədər əvvəl anons etdiyimiz kimi bugün qonağımız var. Bakıda bilirsiniz, iyunun 21-də UFC turniri keçiriləcək. Bu Bakıda bir ilkdir. Nəinki Bakıda, da bizim regionda bir ilkdir. Və Azərbaycan cəmiyyətində bu idmana onsuz da böyük maraq var və Bakıda keçirilməsi xüsusilə də bu marağı gücləndirir və bu yarışda, bu döyüşlərdə birini icra edəcək, yəni həm oktagona çıxacaq şəxslərdən biri. Tofiq Musayev bugün qonağımızda. Xoş gəldiniz Tofiq. Professional MMA döyüşçüsü və rizin çempionu. Sabahınız xeyir. İdmançılar adətən səhər tezdən dururlarmı, durmurlarmı, onu bir yalan deyərəm. Amma məşq eləmək üçün yəqin bu ərəfələrdə tez durursunuz. Yox? Bəli. İlk növbədə Azərbaycan xalqını salamlayıram. Sizləri salamlayıram. Yəni idmançının həyatı elədir ki, yəni idmançı həyatı yaşamaqdan ötürü hər gün səhər durmalısan. Yəni belə deyil, idmanda belə bir şey var. Zaryadka deyən bir şey var. Durmalısan, qaçmalısan. Yəni zaryadka yığmaqdan ötürü. Yəni mən səhər çox yatan idmançı heç təsəvvür edə bilmirəm. Yəni elə şey olmur da yəqin. Yəni idmançı əgər professional idmançısansa, professional idmançı həyatı yaşamaqdan ötürü səhər axşam məşq eləməlisən. Axşam da tez. O zaryadka yığmaq gedir də, hə? Bəli, yəni səhər, yəni Bizdə əksinə zaryadka azalır. Bakıda bu turnir başlayır, buna xüsusi hazırlıq gedir indi də. Yəni bu adi dövr ayrı, indi bu hazırlıq dövrü ayrı. Bu hazırlıq dövründə necə gedir? Özünüz necə hiss edirsiniz? Nə dərəcədə hazırsınız? Belə deyək. Şükürlər olsun ki, yəni mən artıq demək olar ki, bütün naqruskalı məşqləri yekunlaşdırmaq üzrəyəm. Təlim məşq toplanışına təzə gəlmişəm. Artıq biz çəki salırıq, yəni diyetadayıq, vesagonka deyilir, yəni hal-hazırda çəki salma prosesindəyik. Demək olar ki, ağır məşqlərin hamısını qurtarmışıq çəki salma prosesində və hazırlıq daha yaxşı gedir. Məqsəd hara salmaqdır çəkini? Yəni məqsəd bizim kontraktımız var, yəni biz 70 kiloya düşməliyik. Bəli. İndi neçə kilosuz? İndi hardasa 77-78 kiloyam. Yəni Neçə kilodan gəlmisiniz, yəni düşmüsünüz bu çəkiyə? mən adi vaxtda 85 kilo oluram. Mən görən kimi hiss elədim ki, yəni Tofiq arılayıb əməlli başlı ilə. Hələ 7 kiloda getməlidir. Bunu arıqlayıb demirlər də yəqin. Sizdə bu başqadır. Bu artıq biraz başqadır. Təbii ki, biz müəyyən bir çəkini, yəni bir proqram vasitəsi var, onunla salırıq. Müəyyən bir çəkini diyeta ilə salırıq. Müəyyən bir çəkini artıq o veski başlayır dirənməyə. Həmin çəkidən sonra biz başlayırıq su ilə. Yəni belə deyək də, bu Amerikanların belə bir sistemi var. Başlayırıq biz su ilə salmaya çəkini. Su ilə deyəndə. Yalnız su içirlər. Yəni gün ərzində başlayırıq 8 litr su içməyə. 8 litr. Bəli, 8, sonra 6, 4, 2, yavaş suyu azalır. Yəni su bədəndə dövr elədikcə, yəni o bu bədəndə başlayır duzu yuyub aparmağa. Mən də elə bilirdim ki, bir MMA döyüşçüsünün ən çətin işi oktagondadır. Ən çətin iş elə burada, ondan əvvəldədir. Evet, Hazırlıq daha çətin. Valla xanımlar illərlə diyetoloq axtarır, Allah haqqı. Yəni yeməklə arıqlamırlar. Yəni yemək gördünüz alınmır su içində. Günə 8 litr. Amma zarafat eləmə fəsadları ola bilər. Yəni bu Onu gərək peşəkarlar. Təbii ki, buna peşəkar yanaşmaq lazımdır. Plus da ki, yəni burada peşəkarlıq ön sırada dayanır. Burada diyetaya oturmaq, vaxtında yoxlanmaq, yəni belə deyək də, bunları analizləri vaxtında vermək, nəyə çox eləmək lazım, nəyə azaltmaq lazım, bunların hamısında yəni düzgün istifadə eləmək. Valla qıraqdan baxırıq bizə asan gəlir, amma əslində görün nə qədər işləri var. Bax diyet saxlayır, su içir, nə bilim, analizləri var, hamısını və adam bütün günü məşğuldur əslində. Dinləyicilərimiz, sizin də suallarınız olsa Tofiq Musayevə 055 203 1103 bu bizim nömrəmizdir. WhatsApp-la bura göndərə bilərsiniz. Səsli də göndərə bilərsiniz, yazılı da göndərə bilərsiniz suallarınızı. Amma xahiş edirəm birdən səsli göndərmək istəsəniz bunu belə uzun-uzadı eləməyin. Çox aydın və konkret eləyin. Bir daha xatırladıram ki, MMA döyüşçüsü Tofiq Musayev qonağımızdır. Bakıda keçirilən ilk UFC turnirinin iştirakçısıdır. 35 yaş oldu da sizdə, hə. Təcrübəli idmançısınız kifayət qədər. Amma UFC ilə müqabilə bu vaxta qədər yox idi. Bu UFC ilə müqabilə məsələsi UFC-nin Bakıya gəlişi ilə birbaşa bağlıdır demək olar?
Yəni bu UFC deyərdim ki, bir uzun müddətdir deyirəm. Hal-hazırda Azərbaycanda keçirilməyə danışıqları gedir və mən bildiyiniz kimi 2019-da Grand Prix udanda mənə təklif olunmuşdu UFC. Bəli. Yəni hardasa bizim maraqlarımız tutuşmadı deyənə, ona görə biz bir balaca üst tutduq Bellatora. Mən müəyyən bir liqalarda vuruşmuşam. Yəni mən karyerama nəzər yetirsiniz. Fight Night-da vuruşmuşam, Axmatda vuruşmuşam, Bellatorda vuruşmuşam, PFL-də vuruşmuşam, Rizində vuruşmuşam. Yəni artıq demək olar ki, tam məqamı idi. Plus da ki, Azərbaycanda keçirilsin. Yəni mən özümü orada görməməyim. Hə də, mən açıq məyus olardıq. Həm yəni belə deyək də, həm bir vətəndaş olaraq, həm bir Azərbaycanlı olaraq, yəni mənim üçün xoş olardı ki, ölkəmdə keçirilən yarışda mən də iştirak edeyim. Yəni şükürlər olsun ki, mənim menecerlərim, Cavad, Cavanşir, Dev və mənim dostlarım var, qardaşlarım var ki, hansı ki bu işdə mənlə bərabər bir yerdə yəni çalışırlar, əziyyət çəkiblər. Bəli, Rəşad olsun, Heydər olsun, İbrahim olsun. Yəni bu şeydə yəni mənim daima həmişə yanımda olublar. Həmişə biz məsləhətləşmişik, götür-qoy eləmişik. Yəni şükürlər olsun ki, və bizim menecerlərimizin yəni vasitəsilə bu şeylərə addım atdıq və hər bir şeydə də yəni yüksək səviyyədə yəni şükürlər olsun ki, UFC bizi qəbul elədi və biz 4 döyüşdə kontrakt bağlamışıq UFC ilə. Yəni Onun birincisi bu olacaq. Bəli, birincisi bu olacaq. Uğurlu olsun inşallah. Növbətlər artıq məlumdur. İnşallah. Yəni növbəti yarışlar da bəlli deyil. Yəni bu yarışdan sonra bəlli olacaq. Bəlli olacaq. Tofiq, bəlkə də izah eləyəsən, təsəvvür edirsən, UFC bir döyüşçü üçün nədir? Hə, nə fərqi? Digər bayaqdan saydınız da, bir neçə liqanı saydınız, iştirak elədiyiniz, müxtəlif yerlərdə çempionsuz. UFC-nin bunlardan kəskin fərqi nədir? Bir döyüşçü üçün fərqi nədir? UFC-nin başqa təşkilatlardan fərqi odur ki, yəni UFC artıq belə deyək də bir təşkilat olaraq bir brendə çevrilir. Yəni hər bir döyüşçünün arzusudur ki, yəni MMA idman sahəsində hər bir döyüşçünün arzusudur ki, yəni UFC-də öz gücünü sınasın və o UFC-də o oktagonu görsün. Yəni mənim də arzum olub, yəni plus da ki, ondan əlavə mənim atamın arzusu olur ki, yəni mən tanınmış idmançı olum və bir çox mötəbər liqalarda öz gücümü göstərim və ölkəmi, bayrağımı layiqincə təmsil edeyim. Şükürlər olsun ki, mən valideynimin arzusunu demək olar ki, sonlandırmağa doğruyam. Yəni bu UFC-yə çıxandan sonra yəni mən özümə şad olacağam ki, mən bir valideynimin arzusunu yerinə yetirdim. Miktibek Oralbayı tanıyırsınız. Bəli. Nə dərəcədə? Rəqibinizin bu güclü tərəfi, zəif tərəfi nədir? Yəqin ki, bu analizdə olunur, aydın məsələdir. Xüsusi buna hazırlıq gedir də. Təbii ki, yəni biz rəqib artıq bizə veriləndə biz çalışırıq ki, yəni bizim o verilən vaxt ərzində biz rəqibimizə qarşı hazırlaşırıq. Yəni bizim bütün məşq proseslərimiz, hazırlıq dönəmimiz, yəni sırf rəqibimizə qarşı hazırlıq. Yəni bu hazırlıq prosesi necə gedir? Yəni oturursunuz onun döyüşlərini izləyirsiniz ki, yəni hansı tərəfdən bu insan güclüdür və hansı tərəfdən müdafiə olmaq lazımdır. Yəni eynən də mənim rəqibim mənə qarşı hazırlaşır. O cürlə. Yəni biz məşqçi kollegiyası və menecerlər və yaxud da otururlar, bu idmanı düzgün analiz edən insanlar otururlar, məşqçilər, yəni zəif və güclü tərəflərini analiz edirlər. Yəni biz də artıq demək olar ki, təlim məşqə getməmişdən qabaq rəqibimizi bildiyimizə görə artıq biz sırf ona qarşı hazırlaşmışıq və inşallah ki, zəfər biz tərəfdədir. İnşallah. Oktagona çıxmazdan əvvəl xüsusi bir ritual, ümumiyyətlə nə edirsiniz? Əsas motivasiyası Tofiqə nə verir? Əsas motivasiyanı mən alıram publikamdan və ilk növbədə ailəmdən və doğmalarımdan, əzizlərimdən. Mən həmişə çalışıram ki, heç vaxt mən zəif rəqiblə mübarizə aparmaq fikrim olmayıb karyeram dövründə. Mən həmişə harda olmuşam, demişəm ki, mən harda güclü rəqib var, onu verin. Çünki yəni, idman karyerası qısadır. Yəni, sabah idman karyerasını qutaranda o idmançını olur da hər bir insanların arasında danışıqlar olur, diyaloq olur. Mən heç vaxt istəməmişəm ki, zəif rəqiblə mübarizə aparım. Yəni, idmançı həyat elədir ki, bu gün var, adi bir travmadan, yəni karyerası bitə bilər. Karyeranı bitirə bilərsən. Yəni idmanda olduğun dövrdə çalışmışam ki, yəni həm idmanda, həm də publikanın yaddaşında qalmaqdan ötürü, yəni həm maraqlı döyüş göstərməyə, həm də belə deyək də bir tarix kimi insanların beynində qalmaq.
Dinləyicilərimiz, siz Xəzər FM-i dinləyirsiniz. Sabahınız xeyir olsun. Birinci şouda bugün qonağımız Tofiq Musayevdir. Bakıda ilk dəfə keçiriləcək UFC turnirinin iştirakçılarından biri. O Qırğızstanlı Mektebek Oralbayla qarşılaşacaq və bu mövzuda danışırıq bugün və həmçinin bizi TikTok səhifəsində də Xəzər FM-i izləyirsiniz. Sizin də sabahınız xeyir olsun. Şadıq sizin də izləmənizə və əlbəttə ki, bu böyük hadisədir Azərbaycanda bu idman növünü sevənlər üçün. Necə hesab edirsiniz? Bu Bakıda keçirilməsi bu idman növünü biraz belə bir qədər də Azərbaycanda cəmiyyətdə populyarlığını artıracaq deyə düşünürəm. Yəni inanmıram ki, bunun təsiri olmasın. Təbii ki, artıq bu idman növü ötən illərə nəzər salsaq Azərbaycanda daha da get-gedə populyarlaşır. Çünki bu ən çox da bu idman növünün populyarlaşmasında deyərdim ki, bir çox mötəbər yarışların Azərbaycanda keçirilməsidir. Nə qədər ki, bu Azərbaycanda bu yarışlar davam eləsə, yəni gənc nəsillər bizə belə deyək, baxıb və yaxud da güclərini bu yarışlarda sınasa, düşünürəm ki, hər yerindən həyata göz açan və yaxud da yerindən öz zəhməti ilə qalxan insanlar hamısı bu idman növündə öz gücünü sınasa və gələcəkdə özünü peşəkarlığa gedən yolda, özünü bu yolda tapsa və onlara dəstək dursalar, mən düşünürəm ki, Azərbaycanda və yaxud da UFC-də vuruşan 3 nəfər yox, gələcəkdə bir 30 nəfər olar. Yeri gəlmişkən, burada artıq belə bir sual doğur. Siz deyirsiniz, gənclər baxacaq, öyrənəcək. Bəs siz kimə baxdınız, öyrəndiniz? Yəni, sizin bu döyüş sənətinə gəlmənizin səbəbi nə idi? Yəni, mən bu döyüş sənətinə gəlməyimin səbəbi, yəni, mən heç bir valideynlərim gətirib qoymuyor bu idman növünə. Sadəcə vaxt olub ki, mən Azad Əsgərovun döyüşlərinə baxmışam. Vaxtı ilə, yəni Azərbaycanda, yəni bu danılmaz bir faktdır. Yəni Azad Əsgərov həm MMA Pankratör Grappling Federasiyasının prezidentidir və Azad Əsgərov vaxt olub ki, vuruşub. Hamımız, yəni Azərbaycanda kimlər ki, MMA sahəsində olub, yəni bu idman camiyyəsində olub, hər bir şəxs, yəni o insanın döyüşünü izləyib. Yəni biz də Azad Əsgərovun yanında həm məşq eləmişəm, həm tələbəsi olmuşam. Deyərdim. Sizin də yanınızda məşq eləyənlər var, səhv eləmirəmsə. Uşaqlarla bir-iki videolarınızı görmüşəm. Müəllimlik fəaliyyəti var artıq deyəsən, yoxsa? Müəllimlik fəaliyyət göstərmirəm. Sadəcə mənim dostlarımın uşaqları, qardaşlarım, yaxın əzizlərimin uşaqlarından arada fərdi olaraq gətirirlər zalda, məşğul oluruq. Həm bölüşürük, bildiklərindən çalışıram onlara öyrədim. Gözəl. Və onlarda həvəs oyadım. Və düşünürəm ki, mən düşünürəm ki, gələcək nəsildə yəni bu yarışların keçirilməsi bir növ göstərəcək özünü, öz səyini göstərəcək. Belə yarışların Azərbaycanda və yaxud da qıraqda keçirilməsi və Azərbaycan idmançılarının orada vuruşması məncə məqsədə uyğun olar. Tofiq, qələbədən sonra ilk zəng, o hiss möhtəşəm bir hissdir. Həmin anda o hissi kimlə bölüşmək istəyir Tofiq? Mən həmişə, yəni Allah cəm valideynlərə can sağlığı versin. Amin. Ölənlərə Allah rəhmət eləsin. Mən həmişə, yəni necə ki mən bu idman növündə, yəni mən başqa bir idman növündə də fəaliyyət göstərsəydim, bu uğuru əldə eləsəydim, yəni mənim atamın arzusu olub, yəni rəhmətli atamın arzusu olub ki, mən tanınmış idmançı olum. Mən həmişə, yəni udanda da, yarışdan qabaqda həmişə gedirəm onun qəbrini ziyarət edirəm və həmişə özüm ondan bir növ elə bir ki, ünsiyyətdə oluram. Hesabat verirəm. Məsələsi də bu yəni. İlk növbədə ilk zəngim ya qardaşım olur, ya anam olur. Yəni onlarla bölüşürəm, valideynlərimlə, ailəmlə. Yəni mən bu sevincisini ilk növbədə onlarla bölüşürəm. Heç olmayıb ailədə ki, bu o vaxtlarda təbii ki, təzə-təzə başlayanda ki, eləmə bu işlə məşğul olma. İstər-istəməz də bu anada ola bilər də. Gedərsən burnun sınar, qulağın sınar. Təbii ki, yəni hər bir valideynin uşağı özü üçün əzizdir. Yəni olub ilk növbədə, yəni anam deyib ki, yəni bəlkə bu idman növündə yaşasan, başqa idman növündən məşğulsan. Artıq demək olar ki, alışıb, yəni mən heç vaxt icazə vermirəm mənim döyüşümə baxsınlar. Döyüş qutarandan sonra qardaşımla əlaqə saxlayırlar, nəticəni öyrənirlər, necədir, nətərdə əsas səhhətində problem yoxdur, sınığı, qırığı bir şey, belə bir şeylər yoxdur. Təbii ki də, yəni hər bir gəncin, hər bir insanın anası özünə, hər bir valideyni özünə şirindir. Həmişə necə deyim, valideyn hansı yaşda olursan ol, fərq eləməz. Təbii ki, yəni, təbii ki. Valideyn həmişə insanın
necə deyim, arxa dayağı olur. Həmişə bölüşə biləcəyi, məqsədinə çatmaqdan ötürü onların xeyir duasına həmişə ehtiyac olur. Bəli. Dinləyicilərimiz suallar göndərirlər. Bir daha xatırladaq ki, Tofiq Musayev studiyamızdadır. UFC turnirinin iştirakçısıdır. 21 iyun tarixində bu turnir olacaq Bakıda, Bakı Kristal Zalda. Dinləyicimiz çox qısa 7 saniyə bir sual verib. Görürsən nə sualdır? Primorski'den Tofik kardeşe çok salamlar ve yarışta uğurlar arzu ederiz. Primorskidən. Səhv eləmirəmsə Sahil öz qəsəbəsi. sahil Sahil qəsəbəsi. qəsəbəsi. Qaradağda yaşayır. İndi də orada yaşayırsınız yoxsa necə? Xeyr, mən hal-hazırda şəhərdə yaşayıram. Amma məhəllədə unutmurlar. Daha bir Təbii ki, sual. yəni buyurun. Bir sualımız da var. Salam, sabah xeyir olsun. Salamlayıram sizi də, Teymur Əhəd. Tofik Musayev sizi də salamlayıram. Tofik'i mən ümumiyyətlə sosial media üzərindən izləyirəm. TikTok səhifəsini izləyirəm, var məndə. Yaxşı paylaşımlar eləyir. Ancaq uğurlar arzulayır. UFC-də Tofik'ə bol şans. Türklər demiş. Ancaq uğurlar ileri Tofik. Biz səni dəstəkləyirik, səni çox sevirik, var olasın. Təşəkkür, minnətdarıq mesajınıza Yağları bir görə. dənə sözdür. Yəni bu deyirsə motivasiya. Bəli. Mən motivasiyanı, yəni efirdə olaraq demirəm. Yəni mən motivasiyanı, yəni mən bu publikadan alıram. Öz millətimdən, öz xalqımdan alıram. Doğrudan da yəni bu rəğbəti qazanmaq asandır. İstəyir idmanda, istəyir həyatda. Qoruyub O saxlamaq rəğbəti çətindir. qoruyub saxlamaq çətindir. Yəni mən o insanların ağzından çıxartdığı söz, o insanların mənim üçün dediyi necə deyim, o motivasiya xarakterli sözlər ki var, onlar həmişə mənim üçün məsuliyyət olur. Mən həmişə çalışmışam ki, yəni publikamın rəğbətini qoruyub saxlayayım. Yəni Allah onlara can sağlığı versin. Kimlər ki qəlbi, ürəyi, vətənlə, torpaqla döyünür, yəni öz idmançısını dəstəkləyir. Allah insanlara can sağlığı versin. Siz indi elə bilərsiniz ki, Tofiq bunu sadəcə olaraq sözü olaraq deyir. Yəni Orxanın səsini eşitdikdən sonra, yəni bu sözlər motivasiya sözlərindən sonra Tofiqin hiss elədim ki, elə tükləri biz oldu. Yəni Əməlli dinləyicilərimiz, var. mən deyim ki, ümumiyyətlə dinləyicimiz, mən bayaqdan baxıram, elə bizim proqram prodüseri də deyir ki, sual yox, elə sadəcə hamıda belə uğurlar arzulayır. Yəni bir kəlmə sadəcə uğurlar Tofiq yazanlar da kifayət var. Təşəkkür Ondan hamınıza. qabaqdakı yəni o sahil qəsəbəsindən dediniz ki, yəni Pirmoskedə salamlar. Bəli. Yəni üzr istəyirəm deyir, keçmiş olmayan gələcək olmur. Mən heç vaxt yəni öz böyüdüyüm, başa çatdığım yeri yəni heç vaxt yadımdan çıxarmaram. Elə efir vasitəsilə sahil qəsəbəsi sakinlərinə hamısına salamlayıram, hamısını bağrıma basıram. Yəni doğrudan da orada zəhmətli, keçdiyi insanlar var. Yəni necə deyim, böyüyün, kiçiyin yerin bilən insanlar var. Allah hamısına can sağlığı versin. Həmişə insan böyüdüyü, yaşadığı yerdə bir insanın hörməti olmayıbsa, izzəti olmayıbsa, o insan gələcəkdə uğura imza ata bilməz. Elədir. Tofiq kimlə döyüşmək istəyirsiniz? Belə bir arzu var ki, həmişə oturmuş Yox, fikirləşirəm, mən- bu olsaydı bununla döyüşmək istəyirdim. Həbib Nurmagomedov misal üçün McGregor. Onlar artıq Birincisi- karyerasını sonlandırıblar. Həm də deyəsən çəki məsələsi İndi hər şey bərpa eləmək olur da, pulun başında deyil. Yox, estağfurullah, elə deyil. Hər şey pul. Tyson'ı misal üçün gətirdilər də. Yox, hər şey indi Tyson'ı gətirdilər deyəndə ki, bu insanlar öz karyerasını qurtarıblar. Yəni McGregor hal-hazırda bilinmir, döyüşməyəcək. Yəni mənim üçün bugünkü gündə, yəni qarşımda duran plan, yəni birinci bu rəqibi Allahın izni ilə qalib gəlmək və bundan sonraki UFC-nin bizə Daha üç verəcəyi döyüş rəqib olacaq, maraqlıdır. ha? Bəli. Yəni mən bu dəqiqə heç nə düşünmürəm və gələcək rəqiblərim haqqında heç nə fikirləşmirəm. Mən sadəcə gecə-gündüz ancaq bu rəqibi fikirləşirəm, başqa heç nə fikirləşmirəm. Yeri gəlmişkən siz rəqib seçimi olanda, məsələn UFC-də və sayda, yəni Bizim elə bir seçim şansımız sizin yox. şansınız yoxdur. Sadəcə ola bilər ki, yəni mən belə deyək də, hansısa bir rəqiblə döyüşmək istəyirəm və mən çalışıram auditoriyamda, öz publikamda bunu canlandırmaq ki, hamı görsün ki, mən bu rəqiblə vuruşmaq istəyirəm və artıq kənar təsir etməyə təbii çalışırsınız da ki, qərara belə təsir deyim. etməyə və bu millətdə, cəmiyyətdə bu maraq yaradandan sonra artıq təşkilat da görür ki, bu insanla belə deyək də, bu ajantaj yaradır. Bu Bəli, maraqlı bəli. bir fakt çıxardır ortalığa ki, bu rəqiblə döyüşmək istəyirəm. O da artıq marağa səbəb olursa, bu təşkilata da maraqlı olur. Valla Tofiq deyir ki, mən ancaq döyüşə qədər rəqibi adamın yuxusuna girər. Təyyarəsi də girir. Girir hə? Yəni Niyə sən döyüşsüz olar yoxsa? təbii ki, adicə danışsan da belə, yəni belə deyək də, yəni sırf yarış gününə qədər, Konsentrasiya. yarış gününə qədər yəni, sırf ona köklənirsən, yəni konsentrasiya olur. Yəni sırf ona köklənirsən, ta ki sən həmişə daima onunla beynində, yəni belə deyək də, mübarizə aparsan, dalaşırsan. Həmişə yəni ta ki o an qutarana kimi. Yəni sırf sənin yəni
həyatın ondan ibarət olur. Seriyanın birinci bölümü beyində gedir, beyində döyürsən, ikinci seriya gedir oktagonda. İstənilən adam, istənilən bir, məsələn, gəl belə deyək də, bir imtahana hazırlaşanda nə edirik biz? Oturub beynimizdə fikirləşək ki, belə desə nə deyəcəm, bu sualı versə bunu edəcəm. Bu döyüş də bir növ hərəsi təzə bir imtahandır da. Belə eləsə nə edəcəm, mən nə edəcəm? Bu normaldır. İnsan öz-özünü hazırlayır. Azərbaycanda gənc insanlar var, cavanlar var, sizi dinləyən, sizə azarkeşlik eləyən və həmçinin siz bayaq dediniz Azad Əskərova baxdım, mənə bu yola gəldim. Əminəm ki, bugün Tofiq Musayeva baxıb idmançı olmaq istəyən gənclərimiz də az deyil. Məsləhətiniz Mən olaraq. şadam ki, yenə o cavanlarımızın, bu bizim Azərbaycan indiki necə deyim, gənc uşaqlarına, yəni mənə baxıb bu idman növünə gəlmək, bu mənim üçün qürur verici bir hissdir təbii ki. Yəni mənim sahəmdə, mənim əlim çatacaq, yəni bizim ölkəmizin, bayrağımızın daha da çox, yəni dünyada tanınması üçün mənim əlimdən nə gəlirsə, mən həmişə demişəm ki, yəni mən heç vaxt əlimdən gələn əsirgəmərəm. Yəni mən istəyirəm ki, nəinki Tofiq, bir neçə dənə Tofiq olsun bu idman sahəsində. Yəni bizim bu idman növündə barmaq sayı qədər idmançı yox, daha çox olsun. Yəni bizim doğrudan da yəni bizim bu Azərbaycanımızın dəmir yumruğunu çalışaq ki, dünyaya göstərək və çalışaq ki, biz gənclərimizə hərə öz tutduğu yolda, yəni gənc nəsilə nümunə olsun. Yəni mən istəyirəm ki, gənc nəsil vətənpərvər böyüsün, patriot olsun. Yəni necə ki, qərib yerdə yaşayan Azərbaycanlılar ki var, vətən həsrəti ilə və həmişə vətən deyəndə necə ki, o gözləri dolur, o hiss, o emosiya, yəni hər bir insan canında olmalı, canında, qanında olmalı, bu vətənpərvərlik, yəni ölkəsini layiqincə təmsil eləmək, yəni o patriotluq mən istəyirəm ki, bizim gənclərimizin, yəni uşaq yaşından elə, necə deyirlər, nəinki məktəbdə, evdə, təhsildə, başqa yerdə, yəni daima bu şeylərin üzərində, necə deyim, təbliğat aparmaq lazımdır ki, yəni bizim insanlarımız, yəni biz tarixə nəzər salsaq, yəni bizim millət döyüşkən millət olub. Yəni mən həmişə istəyirəm ki, bizim gənclərimiz də yəni döyüş ruhunda böyüsün. Təşəkkür edirik Tofiq. Sizə böyük uğurlar bu turnirdə də və ümumiyyətlə gələcəkdəki karyeranızda da UFC ilə müqabilə necə deyirlər, xeyirli olsun və bu həm bu döyüş Bakıdakı, həm onun sonrakı daha 3 döyüşdə sizə uğurlar arzulayırıq və növbəti daha böyük uğurlara doğru addımlamağınızı istəyirik. Hamımız bunu istəyirik. Bu bizə çox xoşdur, qürurumuzdur. Təşəkkür edirik sizə. Çox xoş oldu sizdən ünsiyyət qurmaq, ümumiyyətlə tanımaq. Tofiq adətən şəkillərdə görəndə baxırdım, deyirdim, adam buna baxanda qorxur oktagona. Amma tanıcıq da görürsən ki, əslində başqa tərəflər də var. Yeri gəlmişkən, bəli, idmançı Tofiq razılaşar yəqin ki, idmançılar sırasında yarım saatlıq müsahibədə sözü bitməyən çox nadir adam olur. Tofiq Musayevlə bundan sonra elə yarım saatda danışmaq olardı, rahat. Təşəkkür ediriksə. Dinləyicilərimiz bir daha xatırladaq ki, Tofiq Musayev UFC turnirinin iştirakçılarından biri bugün studiyamızdaydı. Turnir 21 iyunda Bakıda Crystal Hall'da keçiriləcək və biletləri siz iTicketdən əldə edə bilərsiniz. Təşəkkür Tofiq, uğurlar sənə əzizim. İnşallah, çox sağ olun. Təşəkkür.